Hər vaxtınız xeyir əziz dinləyicilər, Yurd FM-in daimi dinləyiciləri, qonaq gəl bizəni sevərək dinləyənlər, maraqla gözləyənlər, qonaq gəl bizə efirdədir. Əgər qonaqlığa hazırsınızsa, onda radionuzun səsini artırın. Bugün studiyamızın çox hörmətli bir qonağı var. Deyəcəm sizə kimdir? Siz yerinizi rahatlayın, yoldasınızsa sükanı möhkəm saxlayın. Yox, hardasa əyləşib bizi dinləyirsə, çayınızı qarşınıza süzüb qoyun. Burada çox maraqlı şirin söhbətlər olacaq. Yurd FM-in əziz dinləyiciləri 099 6 907 907 ixtiyarınızdadır və həmçinin yurdfm.az yazaraq bizi canlı izləyə bilərsiniz. Biz sizə qonaq gəlirik. Siz də əgər qonaq qarşılayırsınızsa, deyim qonağımız kimdir? Studiyamızın qonağı çox hörmətli müəllimdir. Belə deyərdim ki, onu şəxsən həyatda heç çox müsahib olmamışdım onunla. Heç bir verilişlərdə bir araya gəlmək şansım olmamışdı. Amma demək olar, indiyə qədər müsahibəsini aldığım və yaxud da verilişdə qonaq olduğum bir çox müğənnidən onun tələbəsiyəm sözünü eşitmişəm və həmişə onu tanımadan düşünmüşəm ki, nə böyük insandır, nə qədər tələbə yetişdirib. Biz Arif Babayevin, Allah rəhmət eləsin, Məsum İbrahimovun adını eşitməyə öyrəşmişik ki, bugün onların həm də görürük deyə. Amma bu insanı heç efirlərdə o qədər görmürük, amma bu qədər sənət məkanında sənətkarlar yetişdirib. Allah ona ömür versin və bugün nə xoş ki, onunla müsahib olma şansımız yaranıb. Qonağımız əməkdar müəllim Qəzənfər Abbasovdur. Xoş gəlmisiniz Qəzənfər müəllim. Çox sağ olun, təşəkkür edirəm, var olasınız. Necəsiz? Həmişə belə efirlərdə çox dinləniləsiniz, efirlərdə həmişə olasınız. Sizin radio və internet görüntüləriniz yəqin ki, çox sevilir. Mən də yeri gələndə baxıram və maşında gedərkən yəqin ki, bilirsiniz də, bu kanalı ən çox sürücülər dinləyir. Ən çox bəli. Mən sürücülərimizə də səbirli olmaq arzulayıram. Allah onlara səbir versin ki, bu çətin yollarda rahat geçsinlər. Bu tıxaclardan əziyyət çəkirlər. Hamı əziyyət çəkir, mən də. Siz də əziyyət çəkirsiniz. Bəli, mən o sürücülərlə gedərkən taksilərdə əlbəttə ki, avtobuslarda da gedəndə əziyyət çəkirik. Qəzənfər müəllim, özünüz avtomobil idarə etməyi istəmirsiniz, yoxsa? Mən avtomobil idarə edə bilmirəm. Bilmirsiniz. Bəli. Niyə? Birinci maşınım yoxdur ona görə. İstəməmisiniz heç vaxt? Yox, mən 80-ci ildən sürücüyəm. Sürücülük vəsiqəm var. Hərbidə olanda mən sürücü olmuşam. BTR sürmüşəm. Başqa sört maşınlardan sürmüşəm. Amma sonralar bu yüngül maşınları mən sürməmişəm. Yəni, olub sürməmişəm. Olub da sürməmişəm? Hə, sürə bilmədim, qorxdum. Çünki hərbidə olanda dağdan dəriyə enmişik, yumalanmışam. Ona görə qorxum olub. Oradan artıq bir travma qalıb sizdə. Bəli, o beyində qalıb əslində. Və ona görə indi ancaq ümumi nəqliyyat vasitələrindən istifadə edirsiniz də, ictimai nəqliyyat vasitələrindən istifadə edirsiniz. Necə, yəni mən Qəzənfər müəllim, sizi adınızı və özünüzü də təbii ki, amma gənc nəslin demirəm də, məsələn, müəyyən orta yaşı olan nəsil özünüzü də çox gözəl tanıyır, sevir, ondan danışmıram. Amma bu gənc nəsil biraz gündəmlə yaşayan nəsil olduğu üçün sosial şəbəkələrlə sima olaraq çox görünməyə can atan birisi deyilsiniz deyə. Amma adınızı mən əminəm ki, hər kəs bilir. Yəni sizin adınız da müəllimliyinizlə yaşayır da. Mən efirlərdə, bax, deyirsiniz az görünür, xeyr, mən efirlərdə çox görünmüşəm. Çox olmuşam. Çox konsertlərim də olubdur. Əvvəllər deyirəm. Bəli, əvvəllər olubdur. Mən deyim sizə 96-cı ilə qədər filarmoniya təmiri, 97-ci ilə qədər mən 94, 95, 96, 97-ci ildə silsilə konsertlər olurdu ki, mən o konsertlərdə birinci ifaçı idim. Yəni tədbirlər olurdu, orada oxuyurdum. Solo konsertimiz olurdu. Öz müəllimim Nərman Əliyevlə, Respublikanın əməkdar müəllimi, Allah ona rəhmət eləsin. Dəfələrlə elə konsertlərimiz olub və sonralar da yenə əvvəl onun kimi yenə bütün efirlərdə AzTV-nin kanalı, AzTV 1-də o zaman hər adam çıxa bilmirdi, bəli. Orada iştirak eləyirdim, verilişlərə çıxırdım, konsertlər, muğam axşamları
Radio fondda çoxlu mənim lent yazılarım var. Və başqa televiziya kanallarımızdakı var ki, orada da mənim lentli yazılarım var. Yəni görüntülü, yəni oradan hamısına çıxış eləmişəm. Radioda, Azərbaycan radiosunda nə qədər desəm mənim haqqımda verilişlər var, mən o verilişlərdə iştirak eləmişəm. Ona görə dedim də gənc nəsli demirəm. Hə. Orta yaşın üstündəki nəsil. Və bir televiziya kanalda var ki, Güney Azərbaycan televiziyası. Aha. Yəni mən inanmıram ki, heç kim mənim qədər orada muğamın izahlı oxunuşu da, həm oxumaq, həm izah eləmək, o da 44 saat oxumuşam. 44 saat? Bəli, 44 saat 11 muğam oxumuşam. Bir il müddətində. Amma birbaşa oxumuşuq da, orada montajı olsun, kəsilsin, eləsin, yox. Yəni o birisi də Amerikadan verilir, Chicago şəhərindən, Güney Azərbaycan televiziyası. Yəni orada da biz ancaq muğamı təbliğ eləmişik. Muğama aid söhbətlər olubdu, müqayisəli ora, bura, nəsə belə. Arif Əsədullayev kamançada, Valih Rəhimov isə deməli tarda məni müşayiət ediblər və onlar da bizim gözəl muğam biliciləridir. Əməkdar incəsənət xadimidir Arif müəllim, Arif Əsədullayev və Valih Rəhimov əməkdar artist olaraq muğamlarımızın çox gözəl biliciləridirlər və muğamlarımızı haqqında da geniş fikirlər söylədilər. Elmi, fəlsəfi fikirlər söylədilər və bütün tamaşaçılarımız hələ də onu dinləyirlər. Yəni yeri gələndə verirlər efirlərə. Qəzənfər müəllim, bax sonra elə ona görə dedim ki, bayaq sizi orta yaşın üstündəki nəsil həm də sima olaraq efirlərdən tanıyır. Sonradan nə oldusa, siz belə deyim, görünməyə can atanlar sırasında olmadınız. Efir məkanlarına çox belə son illərdə bir neçə verilişdə görmüşük də sizi. Yəni belə çox da ən çox məni dəvət edən Səyyara Səyyafdır. Aha. Yəni onun verilişində Mədəniyyət kanalında mən hər il oluram, onun verilişlərində çox olurum. Bir də ictimai televiziyada ustad dərslərində çox olmuşam. İndi son bir il yarımdır, 2 ildir belə dəvət eləmirlər. Ona görə heç mən də getmək istəmirəm. Dəvət eləmirlər və getmək. Hə, dəvət eləsələr gedəcəm, amma biraz gördün sən, görüntülü biraz problemim oldu, bir aya yaxındır. Ona görə bir neçə kanalda dəvət elədi, gedə bilmədim. Düzü belə oldu. Hə, səhhətlə bağlı bir məsələdir. Şükür Allaha, keçmiş olsun, indi yaxşı yaxşıdır. olur, indi yaxşıyam. İnşallah yaxın vaxtlarda yəqin ki efirlərə çıxacaqsınız. Gedəcəm. Qəzənfər Abbasovun tələbəsiyəm deyən efir məkanında çox sayda məşhur var. Çox var, bəli. Çox sayda məşhur var ki, hamısı və bunu fəxrlə deyirlər ki, mən Qəzənfər Abbasov tələbəsiyəm. Yəni bu təhsilin müəllimlə də fəxr eləmək lazımdır. Olur da Elədir. girirsən onun sinifindən, məsəl üçün düşürsən onun sinifindən, məcbur dərs alırsan, amma biri də var ki, fəxrlə deyirsən ki, mən filan kəsin tələbəsiyəm. Siz bütün tələbələrinizdən razısınızmı? Efirdə olan məşhurlardan danışıram. Bəli, efirdə olan məşhurlardan çoxsundan razıyam. Məsələn, Nigar Şabanova, əməkdar artist. Bəli. Sonra Sevinç Sarıyeva, əməkdar artist. Bunlar mənim tələbəm olub. Səbinə Ərəbli. Səbinə Ərəbli də mən dəfələrlə demişəm. O balaca idi mənim sinifimə gələndə, Bülbül adına orta ixtisas musiqi məktəbində. Ən çox qorxduğum uşaq idi. Ən çox ondan qorxurdum. Niyə? Sakit idi deyə, yoxsa? Yox, mən sakit öldüm. O sakit. O Azreyli idi. Səbinə Ərəbli. Bəli. Hə, Allahın da olsun. Gəlirdi sinifə girirdi, bir muğamla kifayətlənmirdi. Hə, o mənada. Bəs nə mənada? O Azreyli deyir ki, yaxşı mənada. Nadinc oxumayıb, Yox, yaxşı mənada. Hə, yəni girirdi sinifə, əl çəkmirdi. O bir uşaqlar ki, səs işləmirdi. Oğlan uşaqlar keçid dövründə olurdu. Bunun Allahı verirdi. Bir dərsdə bir 45 dəqiqə gedirdi, ikinci 45 dəqiqə. Bu uşaq yorulmurdu, maşallah. Nigardı onu kimi. Otururdu, anası Səidə xanım xəcalət çəkirdi onun hərəkətlərinə. Yəni məni çox incitdiyinə görə, yəni məndən çox öyrəndiyinə görə anası xəcalət çəkir. Hələ də deyir onu ki, mən deyir utanırdım onu. Deyirəm, yox, müəllim üçün ən çox belə qürur verici ki, tələbkar sözündən deyil. Tələb eləyirdi, xoşum gəlirdi. Bəlkə də Səbinə Ərəblidə mənim bəlkə özümdə olmayan lent yazılarım var ki, məsələn sinifdə biz onu oxuyub ona verirdim ona ki, aparsın, öyrənsin, dərsgah. Bu həftə dərsi keçirdim məsələn. Məsələn, 2-ci gün dərsimiz olurdu, bir də 6-cı gün olurdu da. Dərsi verirdim, bu günlər verdim, 6-cı günə bütöv dərsi gətirib verirdi.
Mən də istəmirdim. Yorulmaq istəmirdim. Əzrail onda sizin Əzrailinizi yemişlər də sizi yorurmuş da. Bəli. Nigar xanım onu kimi, Nigar Şabanova. Sonra səhv etmirəmsə Şəbnəm Tovuzlu da sizin tələbəniz. Sevinç Sarıyeva da elə. Aha. Sevinç xanım Sarıyeva indi hal-hazırda Asaf Zeynalov Özü adına dərs musiqi deyir, kollecində dərs deyir. Nigar xanım bilirsiniz ki, ifaçıdır. Ondan televiziyanın solisti idi. İndi bilmirəm də biraz məlumatım yoxdur, amma sərbəst ifaçıdır. Aha, Muğam bəli. mərkəzi ilə əlaqəli yəni işlər görürlər. Və digər ifaçı Zülfüqar Mahmudov əməkdar, Naxçıvan əməkdar artisti, Naxçıvanda fəaliyyət göstərir, çox gözəl. Digər tələbələrim Nemət Ərəboğlu, o da yox, ilk tələbələrimdir, Məhərrəm Həsənov. Yəni ola bilər çoxlarının adı yadına çıxar. Sonra Bəxşeyiş Mehdiyev, çoxları musiqi məktəblərində müəllim işləyirlər. Bəzilərinin adı yadımdan çıxıbdı. Gərək bağışlasınlar da, tez-tez zəng eləyəndə yadıma düşür. Bu da bir atmacaydı. Hə, də olsun da, o da olmalıdır. Zəng eləsinlər ki, mən varam da, mənim yadımdan çıxır. İndi artıq mənim 64 yaşıma keçmişəm, yaddaşda biraz problem olur. Ondan sonra sinifimdə hal-hazırda gözəl tələbələrim var. Mənim əlavə tələbələrim də olubdur ki, Avroviziya, bax, ora gedənlər mənim yanıma gəlib hazırlaşıblar. Məsələn, Azad Şabanov. Bəli, muğamına gəlib mən hazır. Səbinə Babayeva. Mən onları yarışmaya getməzdən öncə sizin yanınıza gəlib. Bəli, mənim yanıma gəlib, onların müəllimləri mənim yanıma göndəriblər. Vaqif Gərəzadə. Bir neçə nəfər elə göndərmir, onları hazırlamışam. Aynur İskəndərli mənim sevimli tələbəm olubdu. 12 saylı musiqi məktəbinə gəlirdi mənim yanıma hazırlığa. O zaman mən orada işləyəndə. Aynur İskəndərini də tanıyırsınız da, çox möhtəşəm əməkdar artist, çox gözəl ifaçımızdır, vokal ifaçımızdır, Musiqi Akademiyasının müəllimidir. Mənim çox sevimli tələbəmdir. Bundan sonra mənim az da olsa mənim yanıma gəlib Şəbnəm Tovuzlu. Az gəlib, hə? Yəni bir müddət gəldi, yəni o vaxt uşaq idi, balaca idi onda mən deyərdim. Çünki onu dəfələrlə niyə bir adım bayaq çəkmişəm, sağ olsun, adımı çəkir ki, Qəzənfər Abbasov mənim müəllimimdir. Bəli, mən də elə deyirəm ki, mənim onun müəllimi olmuşam, bir neçə vaxt gəlib yanıma, bir neçə muğamları belə tədris eləmişəm onun üçün. Sonra kimlərdən sual verirsəniz cavab verəcəm. İndi adları yada düşdükcə danışarıq, özləri müəllim demişkən, yığsaydılar, yadında qalardı. Müəllimi arayıb axtarmaq lazımdır. Həqiqətən də müəllim o tələbələri tərəfindən xatırlanmağı sevir müəllim. Çünki bir növ onların övladı da, onları böyütmüş sayılır. Ona görə görmək istəyir diqqəti, qayğını. Qısa fasilədən sonra qonaq gəl bizə davam edir. Qonağımız əməkdar müəllim Qəzənfər Abbasovdur. Qəzənfər müəllimlə söhbətimizə başlamışdıq. Sonra dedi bir mahnı qulaq asaq. Daha sonra biraz da elə qaldığımız yerdən də davam edəcəyik. Yeni mövzulara da toxunacağıq. Qəzənfər müəllim, indi hal-hazırda harda dərs deyirsiniz? Mən hal-hazırda, mən onu qeyd edeyim ki, bizim efirə gedən muğamımız idi, Ofşarı zərbi muğamıdır. Sözləri İnqilab Nadirliyə məxsusdur və ilk dəfə olaraq o sözləri dəyişmişəm və başqa sözlərlə oxumuşam. O da efirdə eşitdiniz inşallah. Dəyişmək olur da, yəni o bir qayda pozmaq deyil ki. Konstitusiya qanunu dəyişilirsə, muğamın da sözləri hökmən dəyişilməlidir ki, tamaşaçıya zövq verək. Bütün istər zərbi muğam olsun, istər digər muğamlar şablonçuluqdan çıxmaq lazımdır. Bu başqa-başqa sözlər də oxumaq olar. Həmin ölçüdə, həmin vəzirdə, həmin bəhirdə. Bəli, belə. Qaldı ki, iş yerimə Azərbaycan Milli Konservatoriyasında işləyirəm hal-hazırda və eyni zamanda Milli Konservatoriyanın nəzdində musiqi kollecində, yəni keçmiş Asaf Zeynalov adına musiqi kollecində işləyirəm. Orada da bizim tələbələrimiz var. Ömrünüzün neçə ilini müəllimliyə həsr eləmisiniz? 35-ci ildir artıq. Ay maşallah. Bəli, artıq 35-ci ili xəşləyirik. 1991-ci ildən mən müəlliməm. 35 ildir dərs deyirsiniz. Bəli. Təxmini neçə tələbə yetişdirmisiniz? O sayını bilmərəm. O qədər yəni. Yəni, yox, sayını bilmərəm. Say, elə təxmini demək olar da ki, məsələn, 500, nə bilim, 600, nə bilim,
nə bilim 100, 200, onu demək olar. Amma dəqiq rəqəm deyə bilmərəm. Çox olub. Həddindən çox tələbələrim olub. Həm sinif tələbələrim olub, həm də Şəbnəm Tovuzlu kimi mənim yanıma qonaq qismində gəlib bir neçə ay, yaxud da 1 il öyrənən tələbələr olub, 2 il gələnlər də olub. Qəzənfər müəllim, yəni belə deyim də, yanınıza gəlib də ifa eləmək istəyirəm, öyrənmək istəyirəm deyib, amma görmüsünüz ki, səsi yoxdur. Onda nə eləmisiniz? Onları əlbəttə ki, sinifdə. Necə deyirsiniz? Mən gəlib desəm ki, Qəzənfər müəllim, mən oxumaq istəyirəm. Mənə nə deyəcəksiniz? Hə, mən sizi çox gözəl, belə yumuşaq, belə formada qarşılayıram. Misal üçün, gəlmişəm Qəzənfər müəllim. Bəli, deyirəm ki, oxu bir şey oxu. Oxuyursan, görürəm ki, heç bir şey yaramır da, belə oxumaq tərzi yoxdur, səs yoxdur. Səsi yoxdur. Mən ona çox yumuşaq deyirəm ki, sən başqa nə sənət bacarırsan. Deyir ki, məsələn, mən başqa bir iş görə bilirəm də, nəsə hansısa bir sənəti deyir. Deyirəm ki, o çox gözəl sənətdir. Və yaxud da deyirəm, sən hələ gəncsən, get hazırlaş, get yenə gir institutlara. Get başqa institutlara gir. Qəlbini qırmadan. Bəli, qəlbini qır. Deyirəm, tibb institutuna get, qız uşaq olana deyirəm, get həkim ol. Səndən gözəl həkim olar. Xanəndəli sənəti sənin səsinə uyğun deyil. Neyinir? Gedənlər olub, yoxsa baxmısınız ki, mən buna demişəm, oxuma, sənət elə, amma yenə də çıxıb oxuyur. Görmüsünüz eləsini? Yola saldıqlarım da olub. Başqa sənət sahəsinə gedənlər də olub. Və sanki acığına gəlib elə dediyim, elə edənlər də olub. Ki, oxuyuram. Hə, mən gedib oxuyacam və mənim acığıma sanki başqa instituta da giribdi, konservatoriya tutalım, incəsənətə qəbul olub, amma oxuyan olmayıb. Olmayıb. Həqiqətən oxuyan olmayıb. Yəni mən ona yazığım gəldiyindən dedim ki, sən belə oxuya bilməzsən. Get başqa sahəyə. Başa düşməyib. Hə, yox, başa düşməyibdi də, belələri var. Amma bəziləri də var ki, onlara məsələn çox ehtiyatla demişəm ki, məsələn sən belə çətindir də oxumaq demişəm. Bu sənətdə gərək birinci səs ola. Səsin olsa, hər şeyin var da. Yəni sənin alətin səsdir. Birinci səs, ikinci ürək, sonra görünüş. Bəli də. Bəli, belə olmalıdır. Birinci səsdir, Allah Taala'nın verdiyi səsdir. İndi o səsdə istifadə eləmək var, ondan sonra bacarmaq var. Hə, sənin gərək istedadın ola, qabiliyyətin ola, ondan sonra xarici görkəm də indi hər cürə ola bilir, amma xüsusilə də gözəl olanda daha gözəl olur. Bir plus öndə başlayırsan. Bəli. Qəzənfər müəllim, övladlar var da sizdən? Bəli, 2 övladım var, 5 nəvəm var. Ay maşallah. Hə, övladlarım musiqi, incəsənət sahəsində deyil, musiqi sahəsində deyil. Səsləri var yoxsa? Yox, onların səsi yoxdur. Amma oğlum istədim ki, tara qoyan, tarçalan olsun. Onun da ona həvəsi olmadı deyin, o da tarı. Heç kim davam eləmədi sizin peşəni. Nəvələrdən ola bilməz kiməsə keçməyib. Nəvələr hələ balacadır. Balacanın 2 yaşı var, laf balacanın. Böyüyün də 14 yaşı var artıq. Yox, yəni kiməsə məncə bu səs yadigardır da, birinə keçəcək. Ola bilər ki, olsun, irsi keçir də səs. Yəni mütləq sizə kimdən gəlib? Siz özünüz? Mənim babam, ana babam Mirzə Mahmud olub. Mahmud ağanın məclisində oxuyub Şamaxıda. Mahmud ağanın məclisinə gəlib, orada çox oxuyubdur. Dəvət eləyiblər toylara, Dərbənd toylarında, Təbriz toylarında oxuyub. Bu bizim əsrdən əvvəl olub, 20-ci əsrdən əvvəlki dövrə aiddir. Və hətta o dərəcədə bu adam oxuyan olub, gözəl səsə malik olub ki, Cabbar Qarayağdıoğlu 1906-7-ci illərdə bu səs yazma sport rekord firması Cabbarı dəvət eləyəndən sonra babamı çağırıb ki, Mirzə Mahmud, gəl gedək səni aparım Varşavada sport rekord firmasında səsini yazdırım. Bu da artıq yaşlanmışdı. Deyir, o nə olan şeydir? Belə nazik səslə danışırdı, nənəm danışırdı. Deyir ki, o nədir elə? Cabbar da buna deyir ki, bəs səsdir də gələcək nəsillər səsinə baxacaq ki, belə bir oxuyan olur. Deyir, Qadir Cabbarı söyüb, indi mən onun söyüşü deyə bilmərəm, amma belə yumuşaq tərzdə deyəcəm. Deyir, köpək oğlu, cəmaət mənim səsimi eşitsin, atama söysünlər ki, köpək oğlunun nə yaxşı səsi varmış. Bax, bu mənim babamın deyimidir. Sonra deyir, sən nətər olur, zadı eləyirsən, zad olur, mən zadı eləyirəm, zad olmur. Bu da mənim o babamın sözüdür. İlk əvvəllər bax, onun bu deyibdi. Ondan sonra da bax belə... Ondan sonra nəsildə, yəni çox adamlarda səsi olubdur. Mənim ata tərəfində də çox səs var. Hal-hazırda da var. Məsələn, mənim atamın əmisi oğlunun oğlu, əmisi nəvəsi. Bu yaxınlarda rəhmət getdi, 90 yaşda Sabir Abbasov.
Yəni böyük nəsilik, biz həddindən artıq Bəs böyük. qardaşlar, bacılar? Hamı 8 uşaq olmuşuq, 8-ində də səs olub. 8-in Əmim oğlunda səs var. Hal-hazırda Nida Abbasov Ağcabədi rayonu Boyat Hacılar kəndində musiqi məktəbində dərslik səsi olub. Sahibə Əhmədova Abbasova, o da əmim qızı olubdu, əmizadələri. Onlar hamıda səs var. hamıda bizim nəsildə səs olmayan adam bir dənə Aqil Abbasdır. Aqil Abbas deputat, yəni tanıyırsınız da. Bəli. Yəni bir dənə səs olmayan bəlkə də odur. Yəni onun səsini mən eşitməmişəm. Yoxlamamısınız, bəlkə var. Yox, ola bilər məndən böyükdür, amma efir vasitəsilə salamlayıram. Salamlayıram. Aqil müəllimi. Yəni o da onun səs sorağı hər yerdən gəlir. Yəqin onun oxumağa ehtiyacı yoxdur. Amma nəsildə çox adamlarda, bəs Qardaşlar da oxumadı? yox, onlar hamısı mühəndis oldu. Bacılar riyaziyyatçı oldu, tibb işçisi oldu. Bir qismi 4-də rəhmətə gedib, 4-də biz Allah qalmışıq. rəhmət 3 qardaşım, bir bacım rəhmətə gedib. Allah rəhmət eləsin. 2 bacı, 2 qardaş qalırıq. 8 uşaq olmuşuq evdə. Allah O ömür kolanın əsiliyik biz əslində. Onların hamısında keçmişdə səsi olub və bu günlərdə çoxlarında var. Məsələn, Nəzakət Teymurova. Kolanıdır. Aha. Biz zaten kökdən qohumuq. Kökdən. Nəzakət xanımı. Bəli, kökdən o da kolanıdır, mən də. Biz kökdən kolanlar hamısı əmi uşağıdırlar. Əmi uşağı belə deyək. Deməli, Qəzənfər müəllim, ona görə deyir sizə birinci səs lazımdır. Bəli. Amma səsdən daha önəmli bir şey lazımdır da, bu həvəs lazımdır, bunu dalınca gedin. Yox, Yoxsa sizdə nə qədər nəsildə hamıda səs olub, amma bir dənə siz bunu davam etdirmişsiniz. Bir neçə nəfər var da bizim. Sabir məsələn əmiyim 90 yaşında rəhmətə getdi 2000-ci ildə. Onun səsi Yaqub Məmmədovun səsi ilə bərabər idi. Elə məşhur xanəndə idi Qarabağda o vaxtlar. 60-cı ildə Qədir Rüstəmov, Sabir Abbasov, Yaqub Məmmədov Respublika müsabiqəsinin laureatı olublar. O dərəcədə gözəl səsə malik olurlar da Qədir Rüstəmov, Yaqub Məmmədov, Sabir Abbasov. Və digərləri. Allah rəhmət eləsin. Sahibə Əhmədova səhnəmizin ərəbi səngisi olubdu 75-ci ildən sonra 80-ci, 90-cı illərdə ən məşhur ərəbi zəngi olub Gürxar Həsənovadan sonra. Yəni ərəbi zəngidə o da Canəl Əkbərovla Allah rəhmət eləsin bir səhnəni paylaşıblar. Yəni çox möhtəşəm səsə malik olub. Yəni onu axtarıb tapa bilərsiniz internet səhifəsindən Qəzənfər müəllim, bir dənə sizin müsahibənizə baxanda orada belə bir söz işlətdiniz ki, mən istəsəm qısa yolu var idi. Mən qısa yolu seçmədim. Ömrümün 30 ilindən çoxusunu bu yola həsr eləmişəm. Qısa yol sənəti çatdırmağın qısa yolu yəqin ki, məşhurlaşmaqdan danışırdınız, yoxsa neydən danışırdınız? Bəli, yəni qısa yol, yəni mənim üçün bu idi ki, yəni 35 ildə bu günləri 35-ci ili xərcləyirəm ki, mən pedaqoji fəaliyyətlə məşğulam, həm də ifaçılıqla məşğulam. Yəni mənim konsertlərim olub, qastrollarım olub, İraqda, Səmərqənddə mən konsertlər vermişəm. Yəni Tehranda konsert vermişik biz. Arif Babayev, Allah rəhmət eləsin ustadımızla. Nasir Ətapur bilirsiniz ki, bizim tələbəmiz olubdu, Milli Konservatorun tələbəsi olubdu, Arif Babayevin və mənim tələbəm olubdu. Allah müəllimə rəhmət eləsin, bizim hamımızın ustadımız olub və Tehranda biz konsert vermişik may ayının 24-ü 2016-cı ildə. Yəni bu asan bir şey deyil, ifaçılıqdır. Filarmoniyada mənim nə qədər konsertlərim olub vaxtı ilə və hal-hazırda Milli Konservatorda mənim konsertim oldu. Həmin konsert Muğam Mərkəzində də yenə də Muğam Mərkəzində konsert verdim, solo konsertim oldu. Bu ifaçılıqdır. Və mən sonra düşündüm ki, bu əhatə eləyim, fikir aydın olsun dinləyicilərimizə də, tamaşaçılarımıza da ki, yəni qısa yol mən mahnılar oxuyaraq bu səslə də, bilirsiniz də, mənim 2 oktava, yarımdan artıq 3 oktavaya yaxın səsim olub. Yəni Şüştər muğamını Azərbaycanda özümü tərifləmək istəyirəm, olar da. Elə bilirəm, deyəcəksiniz, istəmirəm. Deyəcəkdim, təriflin desin, yəni Şüştər muğamı mənim səviyyəmdə çox az ifaçılar ola bilər ki, oxusun. Yəni Məşədi Məmməd Fərzəliyevdən sonra o səviyyədə mən oxumuşam. Yəni bu günlər ona mən qulaq asanda havalanıram ki, mən onu niyə elə oxumuşam ki, cəmaata əziyyət verirəm. Məndən sonra heç kim oxuya bilmir. Oxuyanlar da məndən çox zəif oxuyublar. Oxuyublar, amma zəif oxuyublar. Yəni o səviyyəni fəth edə bilməyiblər. Məsələn, Sona Bülbülləri kim oxuya bilir ki, Qədir kimi? Heç kim. Ona görə də onda təkrar eləmək qeyri-mümkündür ki, o səviyyədə mənim oxuduğum o Şüştər dəstgahını, muğamını, kiçik həcmli də olsa, amma əsas ladlardan biridir, onu oxusun.
Uzun müddət mən onu ifa eləmişəm. Həm açıq konsertlərdə, həm televiziya məkanında, açıq dərslərdə ifa eləmişəm. Televiziyada, Azərbaycan televiziyasında məktəblərin musiqi klubu verilişində açıq formada mən onu ifa eləmişəm hələ o vaxtları. Və sonralar da ifa eləmişəm. Yəni Güney Azərbaycan televiziyasında açıq surətdə mən Şüştər muğamını yenə də ifa eləmişəm. Bütün bunların fövqündə mən mahnı oxuyaraq daha tez məşhurlaşa bilərdim. Əlbəttə. Çörəyi də tez qazana bilərdim. Maşın deyirsiniz, mən maşın sürməyi də öyrənərdim, maşın da alardım. Yəni hər şeyə qadir ola bilərdim. Amma mənim ustadlarım, bilirsiniz də, Respublikada 3-4 əməkdar müəllim xanəndə var. Birinci Seyid Şuşinskidir, bizim babamız. İkinci Nərman Əliyev. O da 60 yaşında aldı, 90-cı ildə aldı əməkdar müəllimi. Üçüncü mənəm. 2012-ci ildə cənab prezident Allah can sağlığı versin, mənə əməkdar müəllim fəxri adı verdi. Dördüncü isə Sərdar Bağırov Gəncənin xanəndə, Gəncədə yaşayıb yaradıb. 4 nəfər əməkdar müəllim var Respublikada, olub. Üçü olub, biri də hal-hazırda sağdı mənəm. Allah ömür versin. Yəni bu ensiklopedik bir şeydir. Bəli, bəli. Azərbaycan mədəniyyət tarixində, musiqi tarixində, xanəndəli sənət tarixində xalq artistlərimiz Allah can sağlığı versin, əməkdar artistlərimiz, incəsənət xadimləri, xanəndələr, mədəniyyət əməkdar mədəniyyətçisi fəxri adları xanəndələrə də veriblər, vokalistlərə də veriblər. Amma əməkdar müəllim 4 nəfərdir. Yəni axırıncı mənəm elə 2012-dən ta bu günə qədər fəaliyyət göstərirəm. Yəni bu müəllimlik peşəsinə də mənim müəllimlərim Nərman Əliyev və Arif Babayev. Nərman Əliyev xüsusilə məsləhət dedi ki, məndən sonra vəsiyyəti var. Efirdə, radio verilişlərində sualı verir ki, aparıcı sual verir ki, özünüzdən sonra kimi görürsünüz? Seyid Şuşinskiyə sual verir. Seyid Şuşinski deyir ki, mən özümdən sonra Nərman Əliyevi öz yerimdə müəllim görürəm. Və Nərman Əliyevə sual verir verilişdə. Siz özünüzdən sonra kimi görürsünüz? Azərbaycan radiosunda bu veriliş orada canlı surətdə, yəni qalır canlı verilişlər. Və deyir ki, mən özümdən sonra isə Qəzənfər Abbasovu öz yerimdə müəllim görürəm. Yəni ondan sonra vəsiyyətini eləyir də və vəsiyyətnamədə yazıb Asafsiyanlar adına o zaman musiqi məktəbinə 98-ci ildə verdi, ondan sonra rəhmətə getdi. Allah rəhmət eləsin, bəli. Ona görə də mən bu gücü, bu yükü dartmağa məcbur oldum, çəkməyə məcbur oldum. Məcbur, yəni istəmisiniz deyə, məcbur. Yox, istəsiz heç bir şey olmaz. Əlbəttə ki. Yəni siz yəqin ki, bunun üçün yaradılmısınız, belə başa bəlkə də elədir. Allaha qurban olum, Allah belə məsləhət görür. Çünki özünüz demişkən, hətta bayağı reklam arasında danışanda da bu söz istifadə elədiniz ki, muğam müsabiqəsi iştirakçıları və hətta muğamı bitirənlərin bir çoxu gedir mahnı ifa edirlər. Bəli, belədir. Yəni siz bunu seçməmisiniz. Heç çox peşman olmamısınız Qəzənfər? Yox, peşman olmamışam. Ona görə ki, muğam Azərbaycan xalqının milli mentalitetindən doğan bir janrdır. Yəni muğamı oxuyaraq da daha qısa yola gedə bilərdiniz də. Siz tədrisinə keçdiyiniz üçün biraz arxa plana. Tədris bilsin çox çətin məsələ. Çətindir, bəli. Müəllimlik peşəsi çox çətindir. Bax, buradan onu belə mübaliğəsiz deyirəm. Hər adam müəllim ola bilmir. Əlbəttə. Hər ifaçı müəllim ola bilmir. Amma müəllim kimi həm də yüksək səviyyəli ifaçıyam. İfa edə bilmədiyim bir muğam yoxdur. İfa edə bilmədiyim bir janr yoxdur. Bütün janrlarda oxuya bilərəm. Yəni muğam ifa edən böyük əksəriyyətimiz eyni zamanda. Amma müəllimlə gedir də söhbət. Bəli. Yəni mən bütün janrları oxuya bilirəm. Yəni heç bir problemim yoxdur. Qavalıq sərbəst çala bilirəm, özümü müşahidə eləyə bilirəm. Trio, üçlüyü müşahidə eləmək çox çətin məsələdir. Yəni bizim az xanəndələrimiz var ki, dəflə özünü müşahidə edərək ifa edirlər. Yəni bu fakt olaraq belədir ki, yəni mən axırda məcbur oldum ki, bu yükü saf pak, bakirə aparım, gələcəyə çatdırım. Bu muğamın bakirəliyini qorumaq lazımdır. Klassik ənənəni qorumaq lazımdır. İfa tərzini qorumaq lazımdır. Mən sizin yadınıza salaram bir dənə lent yazımı qulaq asarsınız nə vaxtsa. Super vilayəti deyilən internet səhifəsində var. Elə indi onu biz səsləndirərik. Onu da Nasir Ətapur paylaşıbdır Təbrizdən.
mənim dostum tələbəm, Arif Babayevin tələbəsi, o onu qoyub ora. Yəni orta mahur dərsliyindən o vilayəti şöbəsini kəsib qoyub YouTube'a ki, bütün hamı qulaq assın. Yəni onu bir Cabbar ifa edib. Cabbar Və bir də mən onu heç kim o səviyyədə ifa edə bilməyəcək. Niyə? Niyə ifa edə bilmirlər? İfa edə bilərlər. Özlərinə əziyyət vermirlər. Muğam müsabiqəsində oxuyurlar. Gəlirlər, çıxırlar finala. Düzdür? Aha. 180 nəfər muğam Biz müsabiqəsi. mikrofona yaxın zəhmət olmasa. Muğam müsabiqəsinin iştirakçıları var. Düzdürmü? Bəli, bəli. 20'lik seçiblərdə. Ham 99% gedib mahnı oxuyur. Mahnılarla pul qazanırlar. Biznesə girişiblər də. Eləməsinlər Qəzənfər müəllim. Yox, eləsinlər. Mənim kimi ağılsız olmasınlar. Eləsinlər, amma klassik üslubu davam elətdirməklə eləsinlər də. Pul qazan da. Kim nə deyir? Qazan. Allah can sağlığı versin, halal xoşunuz olsun. Amma heç olmasa ildə bir dənə muğam konserti verin. Bu oxunmayan muğamları oxumaq lazımdır. Bunu kim oxuyacaq? Qəzənfər gedir də, 64 yaşım var. İndi baxın, mənim gücüm çatmır o qədər. Oxumağa. Bəli, o qədər zil muğamlar var ki, onu oxumaq olmaz axı. Mənim indi yaşım uyğun. Oxumuşam, düzdür. Hamısı efirlərdə var. Amma indi siz təkrar eləyin ki, yaddan çıxmasın. Gələcək nəsillər onu görsün, gənc nəsil görsün ən azı. Bax, deyəndə ki, indi deyirsiniz ki, efirlərdə görmüşsünüz, gənc nəsillər sizi tanımır, Qəzənfər müəllim. Amma yalandan deyirlər tanımaq, amma hamısı tanıyır. Hamısı tanıyır. Sadəcə biruzə vermək istəmirlər. Deyirlər ki, hə, filan kəs yaxşıdır, filan kəs yaxşı oxuyur. Nədən mahnı oxuyur filan kəs ona görə. Mən də ki, filan kəsi bəyənməməzliyini bəyənirəm. Oxu, mahnını yaxşı oxu. Amma muğamlara çox fikir ver. Muğam bizim gələcəyimiz muğamdır. Dünya musiqisinin kökü Azərbaycan muğamlarıdır. Bunu mən demirəm. UNESCO bunu təyin eləyib, təsdiq eləyib. Allah can sağlığı versin birinci xanım Mehriban Əliyevaya ki, bu muğamlarımızı dünya səviyyəsində tanıtdırdı. Biz bu fürsəti əldən verməli deyilik. Muğamlar dəfələrlə təbəddülata uğrayıb, əsrlərlə məhv olub gedib, yenidən pöhrəliyib qalxıb, yenidən pöhrəliyib. Və dünənimizə qədər bu yenə də belə idi də. Bu muğam iş qulaqsan varırmı ki? 2-3 nəfər xanəndə vardı. Kim idi? Amma müsabiqələr sayəsində sevilməyi bəli, o bir söhbət ona görə Mehriban xanımla danışıram ki, yəni bunu Mehriban xanım elədi də. Ki, muğam müsabiqələri keçirdi, muğama diqqət, qayğı, efirlər, ora bura. Bunlar hamısı muğamı yenidən yönləndirdi xalqı muğama tərəf. Cəmaət muğamı sevməyə başladı, muğamın deməli ifaçılı, gənc ifaçılar gəlməyə başladı. Bu belədir. Bəli, bu belədir, çox da gözəldir. Nə yaxşı ki, bugün muğamın yaşı gəncləşdi, dinləyicilərin yaşı gəncləşdi, ifaçıların yaşı gəncləşdi. Bəli. Onlar gəncləşdikcə, yəni daha uzun ömürlü yaşayacaq deməkdir. Davam edir qonaqgər bizə. Qonağımız əməkdar müəllim Qəzənfər Abbasovdur. Qəzənfər müəllimlə qısa fasilədə də söhbətlərimizi eləyirik və sizinlə də maraqlı söhbətlər bölüşürük. Qəzənfər müəllimlə belə deyək də uzun müəllimlik ömrünün gətiriləri çoxdur əlbəttə ki, bir müəllimin ən böyük uğuru onun tələbələridir. Həm də müəllimlər məncə də onlar da xüsusi seçilmiş insanlardırlar. Bunun üçün yaradılırlar ki, dərs desinlər, öyrətsinlər, savadlarını daha çox insana paylaşsınlar. Amma Qəzənfər müəllim məşhurluğun yolunu seçməyib. Deyir, peşman deyiləm. Amma məncə var biraz peşmanlıq Qəzənfər müəllim. Nə barədə var? Seçdiyiniz yol doğru yoldur. 100 dəfə dünyaya gəlsəz, bəlkə də yenə eyni yolu seçəcəydiniz. Elədir. Amma bəzən o haqsızlıqları görəndə insan, məsəl üçün kimsə gəlib qarşında bir mənim babamın sözü deyirdi ki, atlar ölüb, itlərin bayramıdır valla. Ay sağ ol. Mən deyim də bir dənəsini deyim. Aha, bir dənəsini deyim. Mənim maşınım yoxdur da. Bəli, o bayaq onu demişsiniz, ağlımda qalıb. Yəni mən maşın sürə bilmirəm ona görə. Amma maşınım, mənim 3 dənə maşınım olub. Oğlum sürdü, hərdən bir məndə deməli iş aparırdı, qoyurdu işdə, onun vaxtı olanda. Vaxtında olmayanda, yəni üstə düşürdü, başqa dövlət işində işləyirdi. İraq indisindən indi iş tapırıq ona. İndi işi yoxdur. Onun da dövlət işindəydi. Gedi aparırdı, mən işə qoyurdu. Belə bir dəfə çox möhtəşəm yoldaşlardan bir-ikisi belə qayıtdı ki, qızım, maşının harda deyəcəm, mən aparıcıyla filan yerə. Mənim də maşınım yoxdur axı. Mən heç maşını da sürə bilmirəm.
Dedim bu dəqiqə, hara gedirsən? Dedi, elə məni evə düşür. Dedim ki, bu dəqiqə taksi çağırmıyor. Yox, taksi ilə yox, öz maşının yoxdur. Yəni mənə, yəni sənin maşının yoxdur. Onun didizdirməyə çalışır, üzünüzə vurur. Hə, sağ ol. Bir-iki nəfər belə hərəkətlər eləyib mənim üçün. Mən də onu heç cavabsız qoymadım. Elə sonra bir dənə Mercedes aldım, qəşəng Mercedes, çox belə bahalısından. Yəni bahalısı, yəni kreditlə götürdüm, pulum var deyil. Birdən tamaşaçılara belə pulum zadım var, borca gələrlər üstümə. Kreditlə bir dənə maşın götürdüm, yaxşı bir Mercedes götürdüm. Sürdüm bir dəfə, sürdü oğlum gətirdi, düz onun dayandığı yerdə yanında düşdüm maşınına, dedi, Qəzənfər sənin maşındır. Dedim, bəli, bir neçə nəfər yığışmışdılar. Sağlığına qismət, dedim, çox sağ ol. Yəni bilirsiniz də, mənim də maşınım var. Yəni sonra deməyin ki, maşınım yoxdur. Sadəcə mən sürmürəm. Mən sürə bilmirəm. Amma yəni doğrudan müəllimlik fədakarlıq tələb eləyən bir sənətdir, amma həm gəlir barədə fədakarlıq tələb eləyir. Yox, gəlir yoxdur bu sahədə. Yəni pedaqoji fəaliyyət göstərən müəllimlərdə gəlir, mən deyim ki, elə sıfıra bərabərdir. Yəni bizdə konsertdən zada qonorar verirlər. Bir dəfə elədilər onu, 2-3 il bundan əvvəldə Qarabağ Şuşada konsertim oldu. Ondan sonra Bülbülün yubileyi oldu. Şuşada orada jüridə oturdum və Şuşada konsert verdik. Bir 2-3 dənə konsertlər oldu. Bizi dirədilər ki, hökmə dirəndilər ki, gedin vöyün açdırın. Mən dedim, bizim nə deyirsiniz adına, hesabımız var da, mən o hesabı vereyim, Milli Konservatoriyanı mənim orada hesabıma köçürün pulu, mən orada maaş kimi alım. O işin rəsmiyyət hissələri var ki, artıq o bəzi məcburiyyətlər var ki, olması olan... Elə də olmalıdır əslində, amma inansın da vöyün açdırdım bir dənə. Ömrümdə o qədər həyatıma nifrət eləməmişdim, birdən ona nifrət elədim. Dedim ki, dəfələrlə dedim ki, mən istəmirəm də o pulu. Mən istəmirəm o pulu köçürdün Heydər Əliyev fonduna. Mehriban xanım talasemiyeli xəstələrə, qan xəstələrinə zaten pul köçürür də, onlara yardım eləyir. O maaşın vermir ki təkcə, ona bizim kəlmə insanlar da yardım eləməlidir də. Mən ora köçürdürəm, verirəm onu, köçürün ora mənim adımla. Allah haqq eləmədir. Dedi, yox gəl bunu apar. Axırda getdiniz, həll elədiniz. Axırda dirənə. Deməli, Qəzənfər müəllim, o Cəbiş müəllimdə var, bizim Cəbiş müəllimdə. Bəli. Yoldaşı dava edilib, bütün gün bu sabunu bişirəcəksən, biz acından ölək və sabun yeyək. İndi bəs sizin bu boyda sərvətiniz var da, sənətiniz, səsiniz. Əlbəttə ki, müəllimlik çox uca bir vəzifədir, ondan danışmıram, o heç. Çox gözəl bir şəkildə bunu həyata keçirirsiniz ki, dövlət tərəfindən əməkdar müəllim adını belə almışsınız. Amma işin bir də bu dolanışıq məsələsi var da. Heç evdə demirdilər ki, və biz nə yeyək, get bu oxu, bir mahnı oxu, bu çörəkli tərəfinə də biraz işin keç. Heç evdə söz-söhbət olmurdu. Çox yaralı söhbət elədin. Qanı tökülür yaranın. Deyim. Deyin. Ailəni gərək Quranda fikirləşəsən. Ki, bunun çörəyi var, yoxsa yoxdur. Bəli. Ailə möhkəm təməl üzərində qurulmalıdır. Bir-birinə söykənib arxadayaq olmalısan. İstəyir sənin çörəyin olsun, istəyir olmasın. Sən əgər sevib ailə qurursansa, onun hər acısına qail olmalısan, nail olmalısan. Ailə papaq deyil, papaqçıdan gündə birini alıb qoyasan başına. Mən bunu müasir qızlarımıza deyirəm, oğlanlarımıza da çatdırıram. Bu efri vasitəsilə eşitsinlər. Ki, ailə qurmaq, ailəni idarə eləmək çox çətin məsələdir. Mən zavodda fəhli işləyirdim. Və Asəb Zeynalliyə qəbul oldum. Fəhlə işləyəcək, axşam şöbəsində oxudum. 3-cü kursda oxuyanda ailə qurdum. Xanımım tibb universitetini bitirirdi. Mən fəhlə idim, o da tibb universitetini bitirirdi. Mənə gələrdi. Amma siz də oxuyurdunuz. Yox, düşün, görün. Tibbin üstünü bitirən həkim qız, bir fəhlə oğlana ərə gələr. Sevsə qız hamıya. Yox, gələrdimi? Məntiqlə olsa yox, amma yəni sevsə. Yox, indikilər gələr, indikilər gəlməz. Heç bir vaxt gəlməz. Düzdür. Amma biz bir-birimiz istədik, ailə qurduq. O da bildi ki, mən kiməm də. Yəni, əsas məsələ anamın bir sözü vardı, Allah ölənlərə rəhmət eləsin, qalanlara can sağlığı. Anam deyirdi ki, bala, evlənəndə
əsla əsla al. Yəni əsli nəsli kökü olanı al. Aha. Əsilsiz nəsilsizlə evlənmək olmaz. Yəni əsla olanda o sənə həmişə dayaq olacaq, sən də ondan həyat yolu gedəcəksən. Və beləsi də oldu. Mən onunla ailə qurdum, xanımımla o qədər razıyam. Və o axırıncı kursu mən onu oxutdum, qutardım. Aha. Mən ona sponsorluq elədim, yaxşı. Fəhlə işləyə. Bəli. Onda mən yaxşı Ürək maaş alırdım lazımdır. və eyni zaman tələbə idim. Kollecdə, Asaf Zeynalabad məktəbdə dərs deyirdim. Və o oxuya da mən tələbə ola da 90-cı ildə fəhlə işləyə ev aldım. Oy. Bəli, mən 2 otaqlı o vaxt ev almışam. Yəni Sovet hökumətinin vaxtında fəhlələrə ev verirdilər. Və ondan sonra biz elə xoşbəxt oldu. 2 uşağımız da dünyaya gəldi. 89-da biri, 90-da biri. Yəni belə biz bir-birimizə dayaq olduq. Məktəbi qurtardı, tibb universitetini bitirdi. Elə yaşadığımız yerdə Ceyranbatan qəsəbəsində həkim işlədi ta 2018-ə qədər. Və bu ailə möhkəm təməl üzərində oldu. Bu günlərdə ailəmiz mehriban, xoşbəxtdir. Amma indiki cavanlar, cavan qızlara üz tuturam. Ərə getdiyinizdən 2 uşaq doğub boşanmayın. Ona uşaq doğmaq üçün ərə getməyin. Ailəni qurub yaşamaq üçün, ailəni yaşatmaq üçün ərə gedin. Ailəni qorumaq üçün Azərbaycan ailəsi qurun. Bu gün burada səhər orada olmaz. Yəni bunu mən bütün 90% qızlara üzümü tutub deyirəm, oğlanlara üzümü tutub deyirəm. Və mənim səsim eşidin. Boşanmaq üçün evlənməyin. Ki gedib 220 manat, 240 manat aliment alacam. Ona getməyin. Çoxları belədir. Bu günləri boşananların faizi evlənənlərin faizindən çoxdur. Qəzənfər müəllim, düzdür, bu başqa bir verilişin mövzusu, amma olsa da burada da deyilməlidir. Xanımlarımıza və bəylərimizə görə deyirəm ki, kimsə buradan özünə bir pay götürsə deyə. Çox gözəl. Amma heç bir qadın, Azərbaycan qadını ailə dağıtmaq üçün ailə qurmur. Azərbaycan qadını elə yetişdirilmir. Azərbaycan qadını doğrudan bir həvəslərlə gedir. Sadəcə bugünkü o qurulan xəyallarla yaşanılan reallıqlar tutuşmadığı üçün o ailələr dağılır. Çünki nağıl dünyasında... Yəni o dağılan ailələrdə Azərbaycan ailələrdə və Azərbaycan xanımlardır. O xanımlara səslənəndə bir bəylərə də səslənir ki, bir ailənin bir dayağı olun. Hökmən. Bir evdə bir hökmünüz evlənəndə olsun. Sevərək evlənin ki, dağılmasın ailələr. Düzdür. Sevərək evlənin. Sevməsəniz evlənməyin. Subay qalın, gedin özü... ürəyiniz istədiyi kimi yaşayın, həyatınızı yaşayın. Əgər sevib ailə qurursunuzsa, o ailəni dağıtmaq cinayətdir, günahdır, cinayətdir. 2 uşağı, 3 uşağı yetim qoymaq, atasız böyütmək, yaxud da anasız böyütmək olmaz. Çox təəssüf ki, bizdə məhkəmələr alimenti boşanan tərəfə verirlər. Məsələn, bu qız boşandı. Uşaq kimdədirsə ona verirlər. Uşaq kimdədirsə, yox, elə olmalı deyil. Kim boşanır? Boşuyur. Kişi boşamır, alimenti verməlisən. Kim boşanır? Qadın boşanırsa, aliment verməli deyir kişi ona. Getsin uşağı saxlasın. Getsin, onda boşanmanın faizi düşər neçəyə? Qəzənfər müəllim, yox, siz kişilər tərəfində danışırsınız. Yox, mən kişilər tərəfə danışmıram. Gözəl qadınlar, gəlinlər var ki, heç nə yerdən boşanır, boşuyurlar. Çox gözəl. 2 uşağını boşayıb qoyurlar düzün ortasında. O qadının nə günahı var? Sən onu almısan, kişisən, saxlamalısan. Elədirmi? Bəli, əlbəttə ki, ümumiyyətlə ailə dəyərləri biraz Bəli. Biraz təəssüflər olsun ki, dəyişib. İnşallah ki, bir keçid dönəmindəyik də bu yeni dövrün dəyərləri də yeni dövrə uyğun olandan sonra bu problemlər də həll olunub gedəcək. Biz Azəri türkləri, Azərbaycan türkləri, bizim ailə mentalitetimiz var ta qədimdən bu günə qədər. Biz onu qoruyub saxlamalıyıq. Biz müasir Avropa üslubunda yaşamalı deyilik, nə də Fransız üslubunda. Bilirsiniz, Azərbaycan üslubunda yaşamalıyıq. Azərbaycan qanunları ilə yaşamalıyıq. Bizim öz dövlətimiz, dövlətçiliyimiz, milli adət ənənələrimiz, ailə adət ənənələri var. Biz onunla da yaşamalıyıq. Biz ona qail olmalıyıq. Biz ona həmişə əlimizdə bayraq eləyib saxlamalıyıq. Ailəmizin həmişə keşiyini çəkməliyik. Qəzənfər müəllim. Xanımlarımızı qorumalıyıq, qızlarımızı qorumalıyıq. Onları xoşbəxt eləmək üçün çalışmalıyıq. Hər bir kişi çalışmalıdır ona. Məsələ indi tamam başqadır təbii ki, amma istəmirəm ki, verilişimizin yekunlaşmasına az qalıb bununla mövzumuzu tamamlayaq deyə, amma sadəcə dinləyicilərimiz arasında mövzu
ola bilər toxunan olsun deyə, olar deyə bir qısa girişini Bəli, verim olar. ki, yəni Hər yerdə dəyərlər mən dəyişib. çox xahiş edirəm Dəyərlər Asiyə xanım. dəyişib. Bəli, hər yerdə, hər zaman bu problemdən danışın. Danışıram, mən hər gələn verilişdə də danışıram. Niyə? Bu problemin birinci qurbanlarından birisi də elə Ay, özüməm. sağ ol. Mən də o problemləri yaşayan insanlardan birisiyəm. Sadəcə olaraq mən elə düşünürəm ki, bəylər günahkardır, xanımlar günahkardır söhbəti deyil. Bəylərlə xanımların artıq belə deyim də, anlayışlar dəyişib. Sizin o vaxtı bir xanıma yanaşmanız, bir xanımı sahiblənməniz, bir evin ailə məsuliyyətini anlamağınızla bugünkü bəylər eyni deyil. Sizin xanımınızın bir bəyə necə təslim olmaq lazımdır anlayışı da bugünkü xanımlar eyni deyil. Hər kəsin, hər iki tərəfin dəyər anlayışı dəyişib deyə burada çaxnaşma buradan yaranır. Çünki xanım atası kimi bəy axtarır, amma atası kimini görmür. Bəy də anası kimi xanım axtarır, amma anası kimini görmür və burada olur problemlər. Tamam, Ona doğru. görə də zaman gələcək bizim yetişdirdiyimiz nəsil artıq Bəli. bizim kimi xanımları rahatlıqla qəbul eləyəcək. Bizim kimi qızların bəylərin qızları da onlar kimi, ataları kimi bəylər. Yəni biraz daha dəyərlər yüngülləşəcək. O deyirlər, mənə indi arada nəsə danışın, deyirlər ki, ay qızım, sənin atan qaldı atan vaxtında, yoxdur ondan indi. Elədir. Ona görə də Allah sizə ömür versin. Çox sağ İnşallah olun. Allah heç bir evi böyüksüz eləməsin Amin. ki, yaxşı böylər olsun ki, o dəyərlərimiz böylər sayəsində yaşasınlar. Bəli. Müasirləşirik, bu çox gözəldir. Elə davam da eləyək, dünyaya uyğunlaşmaq lazımdır. Elmli müasirləşmək lazımdır. Amma adət-ənənəmizi itirmədən. Bəli. Çünki bizi eləyən bizim millətimizdir, bizim dəyərlərimizdir. Onları qoruyub bir amcı dəyişsək bəsimizdir. Bəli. Yəni kişinin kişi yeri, qadının qadın yerini anladığımız müddətcə hamısı Bəli, düzələcək, yaxşı bəli. olacaq inşallah. İnşallah. Bizdə ürəyimiz yanır. Məsələn o körpələri görəndə ki, atasız, anasız körpələr evində qalır, kimsəsizlər evində qalırlar. O artıq tamam. Bax, birisi bu faciədir. Bəli, o artıq biraz vicdan məsələsidir. Hə. Allah islah eləsin deyə Amin, belələrini. amin. Amin inşallah. Allah Hə. sizin yoldaşınızı da qorusun, Sağ ailənizi də olun. qorusun. Çox sağ olun, təşəkkür Deməli edirəm siz bu sizə. illər ərzində mən indi sözümüz oradan başladı. Əslində ki, heç demirdi ki, bu boyda sənət var, get biraz daha çox qazana bilərsən də. Bu söhbət oradan orada. gəldik biz Yəni bura. o tələbkar deyildi məndən ki, bu qədər pul qazanmalısan, verməlisən. Gətir mənə ayda 5000 manat pul ver. Hələ o vaxt o 5000 qazanmaq bəlkə də asan idi. İndi daha çətindir. Hə, indi çətindir. Yəni elə tələbkar gəlin deyildi, qız deyildi, xanım deyildi. Yəni biz birləşdik. Ailə ol. Bizə isə möhkəm birləşmək lazımdır. Onu da elədik. Da başqa şeylər bizim gözümüzdə. Şor çörək yeyirdik. Kartoşka qızardıb yeyirdik. Təzə evlənəndə öz ayrı olurdu. Kvartant qalırdıq. Kirayədə qalırdıq. Sən təsəvvür elə. Elə möhkəmləndik. Amma mən də xanəndə idim də. Mən artıq 90-cı ildə mən Qızıl Fondda səsi olan bu xanəndə kimi tanıdım. Hətta 88-ci ildən evlənməmişdən əvvəl radioda, televiziyada mən oxudum, konsertlərdə oxudum. Hamı məşhurlaşma o vaxt bir radio, bir televiziya idi axı. Hamı tanıyırdı. Ki, bu Qəzənfərdir, bu Qəzənfər Abbasovdur. Belə 90-cı ildə artıq Qızıl Fondda mənim Şüştər muğamı ilk dəfə Şüştər muğamına Qızıl Fonda düşüb və adımı da elə Şüştər Qəzənfər qoydular. Bunu da deyim. Ondan sonra da xanım da gördü ki, mən məşhurluğa doğru gedirəm. Məşhurluğa, pullu məşhurlardan yox ha. Saxta məşhur, maşenlik deyirlər. Sənəti olan məşhur. Mən sənəti olan məşhurlardanam. Pullu məşhur. Bəli. Yəni o filankəsin pulu var, gündə bir kostyum geyinir, o məşhurda lazım deyil. Maşenlikdir, fırıldaqçıdır, falçıdır. O lazım deyil. Mənə lazım olan şöhrət də, addı o da var. Xanım da onu gördü. Hamı gördü ki, bu pillə gedir, yüksək pilləyə gedir və gəldi Allah canını sağ eləsin dövlətimizin də, millətimizin də, prezidentimizin də əməkdar müəllim hamı da yoxdur axı. Əlbəttə ki. Siz bu həyatdakı ən gözəl işi həyata keçirirsiniz. Çünki baxırıq ki, var da dövlətdə keçicidir, ad var, ad. Yaşadıqca insan yaşayır. Bu proseslərin fonunda gəldi, hər şeyini alıb, institutda bitirdim, kolleci də bitirdim, institutda bitirdim. Birdən xanımım deyir ki, institutu mən oxutmuşam sənə. Hə, o işləyirdim, mən də həm institut oxuyum, həm də müəllim işləyirdim. Yəni paralel, həm toylara gedirdim, pul qazanırdım. İfaçılıq edir. Çalışmısınız, əziyyət çəkmişsiniz. Hə, yox, mən əziyyət çəkirdim. Yəni bunu üzümü tutub elə oğlanlara deyirəm ki, mən evli ola həm fəhləlik eləyirdim, həm bənnalıq eləyirdim, başqa cürə ev də təmir eləyirdim.
Ona zavodda da işləyirdim. Asif Sənarda kollecdə də oxuyurdum. Toylara da gedirdim, axşamlar da kəndlərdə toylara dəvət edilir, gedib oxuyurdum, 200-300 manat pul qazanırdım. Yəni belə zarafat deyildi. O zaman pul böyük pul idi. Bir alimin pulunu qazanırdım onda. Bir gündə, alimin bir ayda aldığı maaşı mən orada bir gündə alırdım. Yəni bəs indi el şənliklərə gedirsiniz? İndi el şənliklərə təsadüfən olanda gedirəm. Təsadüf. Pul yazdırmağa ən çox gedirəm, yəni dəvət eləyir. Yəni oxumağa getmirsən. Oxumağa təsadüfən olur ki, deyirlər məsələn, gəl bizim toyda oxu. Sənə 50 manat verəcəyik, 500 manat verəcəyik, 5000 manat verəcəyik. Özləri deyir ki, bu qədər verəcəyik. Mən də deyirəm ki, gələrəm yaxşı. Amma çox pulu əziyyət çəkmirəm. Deyirəm, bu barədə heç əziyyətim yoxdur. Heç yəni o işin o qismində deyilsiniz. Yəni pul qazanmaqda da əziyyətim yoxdur. Xərcləməkdə də əziyyətim yoxdur. Allah bərəkət versin. Dövlət maaş verir. Əməkdar müəllimin də bir 200 manatı var. Allah prezidentin canı sağ eləsin ki, artırdı onu da. Maaşımız da belə pis deyil hələ ki, amma artırılacaqdır da. İndi düzdür, biraz azdır. Konservatoriya maaşı azdır, amma artırılacaqdır inşallah ki, yaxşı olacaq hər şey. Qəzəfər müəllim, yavaş-yavaş yekunlaşdıracağıq, amma yekunlaşdırmazdan öncə deyirəm ki, insan adı yaşadıqca, işləri yaşadıqca yaşayır da, ölmür. Bəli. Yəni bir əsrlər keçir, amma biz hələ də Üzeyir Hacıbəyev deyirik, Şövkət Ələkbərova deyirik. Yəni insanların adları və sənətləri, yəni ikisini dilimə gəldi deyə deyirəm. Bəli, bəli. Bugün varı dövləti olanlar, bugün şanı şöhrəti olanlar, bəlkə də dünyadan köçəcək 5 il sonra, 10 il sonra unudulacaq. Amma o canını bu sənətə qurban verən sənətkarlar var. Və siz də onlardan birisiniz. Tələbələriniz yaşadıqca, sizin işləriniz yaşadıqca, sizin adınız həmişə yaşayacaq. O məncə ən böyük var dövlətdir. Ən böyük var dövlət elə odur. Övladlarınıza, nəvələrinizə, görürsünüz tarixdə mən Qəzənfər müəllimin nəvəsiyəm deyib gəzəcəklər. Tarixdə kimləri qalır? Ən böyük sənət sahibləri qalır. Üzeyir bəy indi sənət sahibi deyə bilmərik təkcə. Üzeyir bəy dahidir, çox böyük dahidir. Yəni adlar yadıma gəlir, yəni düşdü ki. Qara Qarayev, bizim musiqiçilərimiz, xanəndələrimiz, Fikrət Əmirov, bizim Arif Məlikov, Süleyman Ələskö, bizim bu bəstəkarlarımız, bizim fövqəladə bəstəkarlarımız ki, dünyəvi bəstəkarlarımızdır. Bunlar tarixdə qalır. Musiqiçilərimiz, xanəndələrimiz, Zülfünü kim silə bilər tarixdə? Mütəllimovu kimsə, heç bir fəxr adı yoxdur Mütəllimovun. Qul Əsgərovun fəxr adı yoxdur. Yaşamayacaqdır, Qul Əsgərovun mahnıları bəsdir. Onun mahnıları ilə xalqımız həmişə qidalanıb. Ondan sonra kimləri deyim ki, məsələn, onlar ad almır. Məsələn, Yaqub Məmmədov professor da öldü, xalq artisti adı aldı. Yəni, institut oxumayıb, xalq artisti adı alıb. Yaqub Məmmədovu kim silə bilər tarixdə? Heç kim. Mən Qəzənfər müəllim, sizin bir müsahibələrinizə baxanda kiçik bir video var idi, ona baxırdım. Mən musiqi təhsilim yoxdur ümumiyyətlə. Yəni heç neçə muğamımız var belə bilmirəm. 7 əsas muğamımız var. Yəni xırdalıqları bilmirəm, adları nədir? Ümumiyyətlə musiqi təhsilim yoxdur. Mənim sadəcə musiqi duyan bir ürəyim var və qulağım var. Allah kimi olsun, Allah var eləsin. Onunla yaşayıram. Sadəcə işim elə gəlib ki, mən xanəndələrlə, ifaçılarla aparıcılıq sahimi bunlarla davam edirəm. Onlarla həmsöhbət oluram. Mən hər zaman da ürəyimlə onlarla bir dil tapıram. Çünki danışdıqları bəzən detalları deyirəm ki, nə baş verir? Sizin bir kiçik bir müsahibəniz var idi. Tələbənizin ifadə etdiyi xırdalığı danışırdınız da. Nəsə belə baxıram ki, deyirəm görüm mən nəyi bilmirəm də, mən nəyi anlamıram. Deyirsiniz ki, bəs bunu belə oxuyurlar, bir oxuyursunuz. Amma o tələbə belə bir xırdalıq elədi və mən onu öyrəndim. Onun Aysel adlı bir tələbənizdir. Ondan öyrəndim. Belə baxıram ki, deyirəm bunun fərqi nədir Qəzənfər müəllim? Belə baxıram ki, yəni iynənin ucu boyda balaca bir fərq var. Deyirəm özümə belə yaxşı mənada dedim ha. Dedim bunlar nə yaşayırlar? İnsan ömrünü nə qədər buna həsr eləməlidir ki, bu boyda bir şeyi yeni bir öyrəniş kimi qəbul edib, gör nə qədər xırdalıqla yaşayırlar ki, yəni onu duymaq üçün nə olmaq lazım deyə siz nə yaşayırsınız? Yəni o da bizim üçün çox belə elə bir ki, dəryada bir olmayan şey tapmaq demək. Sakit Okeanın mərkəzində olmayan bir şey tapmaq kimidir biz xanəndələrə. Çox xırda, şəxsən mənim üçün çox, həddindən artıq. Heç də qatar muğamı keçirdim. Uşaq gəldi mənim dərsimə ki, bəs mən istəyirəm bura məktəbə qəbul olam. 12 saylı musiqi məktəbinə, Tofiq Quliyev adına. Dedim ki, gəl. Gəldi oxu, dedim, oxuya bilirsən. Dedi qatar. Oxudum, gördüm bu oxuyan böyle də, yüngür var oxuyur. Nə oxuyursan qatar?
Oxu görüm, ağzını açdı oxudu, dedim mi bunu oxumaq deyil. Nəysə, belə bir cür hal keçirdim. Dedim bir də oxu. Bir də oxuyanda o boğazı vurdu. Aha. Gözlərin qarəsinə balam. Biz bunu belə oxuyuruq. Aha. Bu da oxudu. Birincidə anlamadım. İkincidə bu belədir. Gözlərin, bax bir dənə bu nəfəs məni tutdu. Dedim bir də oxu, bir də oxudu. Üçüncü dəfə oxutdum. Dedim bir də oxu görüm onu, sən onun nə xalın nətər eləyirsən. Bir də elədim, mən onu öyrəndim. Sonra özünə də öyrətdim onu. Yəni demək Və istəyirəm onu ki, həmişə, baxın yəni tələbələrə nəylə yaşayır Bəli, insanlar, biz o müəllimlər. yenilik kimi o nəfəsliyiz, şirinlikdir, xaldır, ki onu gətiririk, yəni o bir not artırırıq, bəstəkara veririk onu. Biz o notdan biraz kəm savadıq xanəndələr, az savadımız var, yəni çox öyrənə bilmədik. Mən onu həmişə dərsimdə deyirəm tələbələrimə ki, biz mükəmməl öyrənə bilmədik. Amma siz çalışın ki, nəzəriyyəni, elmi, riyaziyyatı, fizikanı yaxşı öyrənin ki, muğamın sirrini onda tapacaqsan. Onda biləcəksən ki, bu muğam nətər olur ki, bu birdən-birə Qəzənfərin sinəsindən qaynayır. Oxuduğu yerdə başqa bir xal vurur, oxuduğum yerdə mən birdən təsnif yazıram. Təsnifi bədahətən oxuyuram, amma notla yaza bilmirəm. Bədbəxtçilikdir. Yəni mən onu oxuyuram. Durduğum yerdə mən təsnif oxuyuram, təsnif yaradıram. Yəni işin artıq o qismindəsiz. O bir fəlakətdir. Yəni mən çünki yaza bilmirəm. Məsələn deyirəm ki, gözəllər çox, nədən bundan xəbər yoxdur. Məhəbbət var, nə üçün hicran, kədər yoxdur. Nədən çıxmış ürəklərdən odu eşqin. Nədən çıxmış ürəklərdən odu eşqin. Adam gördüm məhəbbətdən əsər yoxdur. Adam gördüm məhəbbətdən əsər yoxdur. Bax, mənim öz təsnifimdir. Sözləri də Əli Aslanoğluna məxsusdur. Mən bunu bədahətən oxumuşam. Şur təsnifi. Nə gözəl. Yəni bu yaradıcılıqdır. Yəni mənim yaradıcılığım. Bəli. Yəni mən uşaqlarıma, tələbələrimə belə hamıya, xalqımıza müraciət edirəm ki, öz övladlarını elmli, savadlı böyütsünlər. Amin, amin. Tərbiyəli olsunlar. Sizə təşəkkür edirəm təşəkkür dəvətinizə edirəm. görə. Minnətdaram. Allah sizə can sağlığı versin ki, həmişə xalqımızın arıya, ərsəyə gətirdiyi musiqini, dəyərli insanları, özünüz də dəyərlisiniz ki, belə dəvət edirsiniz hər kəsi və bu efir vasitəsilə canlandırırsınız və öz fikirlərini, insanların fikrini xalqımıza çatdıra bilirsiniz. Çox sağ olun Qəzənfər müəllim. Çox Allah sağ sizə olun. can sağlığı versin. Sizə də İşiniz həmçinin. avanda olsun. Nə qədər ki bu həyatdasınız, yaşayın, yaradın, Sağ ötürün olun. savadınızı. Onsuz da çox gözəl bir işi gözəl bir şəkildə həyata keçirirsiniz. Bəli. Tələbələriniz də elə sizin adınızı bax hər dəfə canlandıraraq, xatırladaraq sizi sənətinizi yaşadılar. Yolunuz açıq olsun, işiniz avanda olsun. Mənə fəxr oldu sizinlə bir studiyada Çox sağ olun. olmaq. Qürur verici idi. Təşəkkür edirəm gəldiyinizə görə. Gəlsən